Salam əziz tələbələr, mən Masterbi Tədris Mərkəzinin İngilis dili müəllimi Yusuf Süleymanov. Bu videoda bir mətni oxumadan, tam oxumadan və tərcümə etmədən sualların cavabını necə qısa və rahat şəkildə tapmağın yollarını izah edəcəm. Əlbəttə, izah edən zaman digər mühüm nüanslara toxunasıyıq ki, bəs hansı ki, mətnlər bizdə nələr istəyir, sualların əhəmiyyəti nədir, biz necə aldada bilərlər, necə çaşdıra bilərlər, tiplər və triklər nədir və rahat yollar nədir, bunları izah edəcəm. Mətin 2023-cü ilin birinci qəbulunun mətnidir. Artıq məlumatınızın olduğu kimi, əgər biz 5 bal writing-ə kənara qoysaq, 20 test sualının magistraturda olan, onunu mətin sualları təşkil edir. Yəni ki, 50% balınızı test suallarına mətinlər verir. Və siz mətinləri nə qədər tez və qısa müddət etsəniz, digər fənlər üçün və digər suallar üçün kifayət qədər vaxtınız qalır. Əlbəttə, söz bazası olan bir tələbə üçün mətn etmək çox rahatdır. Amma bizim tələbələrin heç hamısının söz bazası yaxşı olmur. Nə universitetdə, nə də məktəbdə bazı olaraq formalaşmır. Yəni, söz bazası elə də çox olmayan tələbə də bu üsullardan istifadə edib mətndəki sualların cavabını tapa bilər. Çünki bütün mətnlərdəki sualların hamısı çətin olmur. Yəni, bir tələbə, orta bir söz bazası olan tələbə ən azı 2-3 suala rahat şəkildə cavab verə bilər. Artıq Dövlət İmtahan Mərkəzi öz üslubunu, strukturunu IELTS oxşatmağa çalışır. Bu doktoranturada eynidir, amma magistraturada sadəcə speaking qalıb, yəqin ki, onu da növbəti illərdə tətbiq edəcəklər. IELTS-də standart mətnlərdə qaydalar olur. Biz onları tətbiq etməklə oxumadan tətbiq edə bilirik. Yəni, mətnlərin cavabını tapa bilirik. Ən birinci yol orada skim and scanner'dır və biz bugün ondan danışasıyıq. Düzdür, Dövlət İmtahan Mərkəzinin standart quruluşlu mətnləri yoxdur ki, bəs biz deyə bilmirik, bu qayda bütün mətnlərə aiddir. Amma skim scan yoluyla siz yolunu bütün mətnləri tətbiq edə bilərsiniz. Çünki rahat şəkildə tapmağın ən bariz nümunəsi həmin o yoldur. Skim scan yolu nədir? Siz bir mətni oxumursunuz, sadəcə üzərindən belə deyək, gözə yarı keçirsiniz. Və bunun məqsədi nədir? Oradakı sözlərin təxmini yerini bilmək, yəni göz yaddaşı məsələsidir. Üzərindən cümlə keçirsiniz, tərcümə etməyə ehtiyac yoxdur. İmtahanda 1 dəqiqəniz vaxtınız alır, maksimum bu. Keçirsiniz, baxandan sonra keçirsiniz artıq suallar. Yəni artıq tərcümə ehtiyac yoxdur. 6-cı sualda, əvvəl 6-cı sual sadəcə bir multiple choice sual idi. Sonra true false-a çevirdilər və bu true false-lar demək olar ki, cümləni oradan götürüb bura copy paste edirlər. Biraz paraphrase edə bilərlər. Yəni çox çətin deyil. Yəni biraz diqqətli olsanız 6-cı sualda olan 4 punktun, yəni 4 seçimin hamısını doğru cavablaya bilərsiniz. Ümumiyyətlə bu skim scan etdikdən sonra biz suala necə yanaşmalıyıq? Əsas məsələ odur. Əsas məsələniz bütün nədir? Keyword. Və bizə yol göstərəcək yol da budur. Və üsul da budur. Keyword nədir? Keyword odur ki, məsəl üçün biz xüsusi bir söz olur, hansı ki biz o sözün üzərindən bir yola çıxırıq və həmin cümlənin, həmin sualın cavabının harada olduğunu gedib rahat şəkildə tapırıq. Baxın, məsələn, 6.1-ci sualda bizə burada yol göstərən söz nə ola bilər? 1920-dir. İndi suala verə bilərsiniz ki, məsələn, niyə görə 1920 seçsin? Ümumiyyətlə, adlardır, tarixlərdir, xüsusi adlardır. Bunlar həmişə çoxu zaman keyword rol oynayır. Çünki mətndə 1920-ci ildən bir yerdə söhbət edir. Bütün mətndə, elə skim scan etsəniz, rahat şəkildə görəsiniz ki, bir dəfə 1920-ci il buradan söhbət edir. Heç bir yerdə 1920 deyə bir şey yoxdur. Deməli, həmin sualın cavabı da buradadır. Yəni, bizim gedib bütün mətni oxuyub, orada tərcüməli məğzini tapmağa ehtiyac yoxdur. 1920 və artıq daha sual oxuyursunuz. Bilirsiniz ki, cavabı oradadır. Deyir ki, only men worked as police officers till 1920. Sadəcə 1920-ci ilə qədər sadəcə kişilər polis zabitləri kimi işləyir. Sadəcə kişilər deməli, qadın işləmir. Okay. İndi burada əsas məsələ nədən ibarətdir? Əvvəllər biz only biraz çox təzadlı bir sözdür. Only deyə, always-dir. Bu olan sualların çoxunu false götürürük. Çünki heç nə 100%lıq biz, belə deyək də, 100% ola bilməz. İndi olan qəbulların 90-100%-ində də belə olub. Amma burada artıq siz çox diqqətli olmalısınız. Çünki yuxarıdakı cümləndə onun tamamlı əksini verir. Yəni, uyğun olaraq verir deyə bir problem çıxmır. Burada da yuxarıda qeyd edir. Until 1920, all the police in London were men. 1920-ci ilə kimi Londonda olan bütün polislər, baxın, bütün hamısı polislər kişidir. Və burada deyir ki, sadəcə kişilər
1920-ci ilə kimi işləyib. Eyni şeydir. Yəni 1920-ci ilə kimi bu deməkdir ki, qadın bir polis olmuyor. Biraz cümlənin parafrazi, bir-iki sözün yerini dəyişib, amma demək olar ki, cümləni eyni şəkildə bura yerləşdirib. Bizə burada fərqi necə bilərdi? Məsələn, deyə bilər ki, some men, məsələn, deyə bilər ki, həmin 1920-ci ilə kimi işləyən məsələn kişilər, polislərin hamısı kişi deyildi və ya fərqli bir cümlə kimi qrup verə bilərdi false çıxarmaq üçün. Amma burada standart olaraq eynidir. Yəni siz 1920-nin üzərindən çıxıb gəlib artıq cavabı rahat şəkildə tapa bilərsiniz və burada cavabımız nə olur? True, eynidir. 6.2-də deyir ki, 500 years ago, 500 il əvvəl. Baxın, bu standart bizim yenə keywordümüzdür. Niyə? Çünki biz mətni skan etmişik, baxırıq mətnə, burada 500 il əvvəl söhbətindən bir dənə burada söhbətlir. Yəni bütün heç bir mətndə, heç bir yerində bu söhbət açılmır və bəhs edilmir. Deməli cavab buradadır. Yenə qayıdırıq sual oxuyuruq. 500 years ago, Londoners tend to be outside a lot. 500 il əvvəl Londonda yaşayan insanlar daha çox evdə, daha çox belə deyək, bayırda, çöldə olmağa meyilli idilər. Daha çox çöldə olurdular. Görə həqiqətən elədimi? Gəlirik 500 il əvvəl olan məsələyə. About 5 years ago, London was getting bigger. London daha da böyüyürdü, daha da genişlənirdi. Burada hələ ki ona uyğun bir şey yoxdur. The city was very dirty. Şəhər çox çirkli idi and many people were poor. Çoxu kasıb idi. There were so many thieves who stole money in streets that people stayed at home as much as possible. Çoxlu oğrular var idi. Kimlər ki, bəs pul oğruydular. Ona görə də küçələrdə olurlar əlbəttə ki, və ona görə də insanlar dinləyirlər, daha çox evdə qalmağı üstünlük verirdilər. Evdə qalmağı istəyirdilər. Amma burada deyir ki, nə deyir? Daha çox bayırda, çöldə olmağa meyilli idilər, üstünlük verirdilər. Bu da əlbəttə ki, false-dur. Yəni siz 500 years ego məsələsindən gedib düzdür, bu abzasda olan artıq da mənanı, yəni sualın cavabını tapa bilərsiniz. Ümumiyyətlə 6-cı sual çox mühüm sualdır. Nəyə görə siz orada 4 punkt tapandan sonra təxmini olaraq bilirsiniz mətndə nədən söhbət gedir, məğzini başa düşürsünüz. Və bu növbəti sualları tapmaqda sizə çox kömək edir. Və mətni artıq başa düşəndən sonra oxumadan başa düşürsünüz əlbəttə ki, artıq nədən söhbət getdiyini də bilirsiniz ki, və bu da sizə növbəti suallarda həqiqətən çox kömək edir. Gəlir 6.3-ə. The men who protected the streets earned little money. Bəs deyir ki, kişilər kimlər ki küçələri qoruyurdular, çox az pul qazanırdılar. İndi baxsa desəz ki, bəs burada mənim keyword nədir? Protect the streets. İndi deyə bilərsiniz, mən hardan bilim ki, bu keyword budur da. Yəni mətnə baxsanız, mətndə ancaq bir yerdə ondan söhbət gedir. Bəs protect the streets məsələsi var. Sadəcə bir yerdə. Protect the streets. Standart şəkildə. Deməli, cavab buradadır. İndi, belə deyək, məsələ nədən ibarətdir? Burada bizi necə daldıra bilər? The little söhbəti var. Bu, keçmiş əvvəlki qəbullarda da bir neçə dəfə düşüb. Məsələn, bizim quantifiers mövzusunda keçdiyimiz little və much sözlərimiz var. Düzdür, bunların biz keçəndə məna olaraq tamamilə fərqlidir. Little yetərli qədər olan deməkdir, little az deməkdir, yetərsiz, much çox deməkdir. Amma dimdə standart olaraq artıq çox mənaya, belə deyək, fikir vermir. Dimə görə little-la much-ı bir-birinə bərabər qoyur, little isə az deməkdir. Yəni biz sizi burada necə aldada bilər? Məsələn, burada little yaza bilər, orada yuxarı mətndə artıq much ola bilər. Və ya bunun artıq buradakı ismi təyin edicisidir deyə, baxın, yenə də sizə oradakı sifət məsələsi burada ortaya çıxır. Yəni artıq görürsünüzmü? Tamamilə dəyişir. Ya sinonim yazasıdırlar, ya antonim yazasıdırlar. Bu yoldan bir çıxa bilər. Yəni belə də aldada bilərlər. Çünki əvvəlki mətnlərdə, əvvəlki ilmin qəbulunda bu bir neçə dəfə düşüb. Ona görə diqqət etmək lazımdır. Ümumiyyətlə, mətnləri nə qədər çox işləsəniz, o qədər daha çox sizə kömək edir. Çünki bilirsiniz artıq sizi necə aldada bilər, necə çaşdıra bilər. Ona görə çalışın evdə mütləq şəkildə mətnlər işləyin. Bizim İngilis dili Telegram qrupumuz var, kursun. Biz də ora mətnlər atırıq. Atasıyıq dindən sonra elə bu mətni də ora atmışdıq. Orada sözlər də paylaşırıq. Çalışın üzv olun həmin qrupa və yararlanmağa çalışın. Burada deyir ki, çox az pul qazanırdı. Gəlirəm ora, state protection yerə. Burada bir şey yazıb baxın. Yazıb ki, they were not paid very much. Onlara deyir, çox pul verilmirdi.
çox pul verilirsə, demək az qazanırdılar. Demək bu nədir? Doğrudur. Baxın cümlə həmin sualın cavabını rahat şəkildə gedib tapa bilərsiniz. Çox bir problem yaşanmır. Keçək 6.4-də. London used to have a few old men to protect urban areas. Okay, yenə də protect məsələsi var. Protect məsələsini biz biraz öncə tapmışdıq. Baxıram bura. Görürəm ki, yeni sualın cavabı burada da. A few old men used to protect their cities at night. İndi olduğu kimi demək olar ki, cümləni orada yazıb və əlbəttə ki, nə olur? Doğru olur. Yenə də burada a few-ya diqqət edirik. Yəni kifayət qədər insan var idi birində urban əraziləri qorumaq üçün. Yəni kifayət yetərli olan qədər kifayət. Standart şəkildə cümləni copy-paste edib yazıb, yəni başqa bir problem yoxdur. Sadəcə dediyim kimi mütləq şəkildə feilləri, oradakı feilləri, inkarlara, bir də sifətlərinə mütləq şəkildə diqqət edin ki, çox rahat bir şeydən asanlıqla sizi çaşdıra bilər. Gəlirik 7-ci suala. Which of the given sentence can start a fifth paragraph? Bu da artıq yeni suallardan biri, yeni tipli suallardan biridir. Bu da AES strukturundan götürülmüş bir sualdır. Bizə deyir ki, bəs 5-ci paragrafı nə cümləsi? Hansı cümlə başlaya bilər? Ümumiyyətlə, bu tip suallarda çalışın mütləq şəkildə ikinci cümləyə baxın. İkinci cümlə. Və artıq növbəti cümlələrə baxsanız olar. Əgər çox qarışıqdırsa, izah edilirsə baxa bilərsiniz. Amma ikinci cümlə artıq daha sizə birinci cümləni mütləq şəkildə göstərməlidir. Çünki ikinci cümlə birinci cümləni izah edir. Və bizim burada ən belə deyək, çox diqqət etməli olduğumuz yer nədir? Bu şəxs əvəzlərdir. Buradakı artıq Z, baxın mən birbaşa cümlənin Z ilə başlaya bilmərəm. Yəni Z onlar deyir. İndi bu onlar əvvəlki cümlədə olan hansı bir ismə bənzəyib. Yəni hansı bir cəmdə olan bir ismə bənzəyib. Mütləq şəkildə mən gedib artıq ona baxmalıyım. Və baxın, they were mainly dedicated to the investigation of the facts and various crimes and the ways of dealing with them. Və daha çox deyir araşdırmaya və hansı ki bu cinayətlərin, fərqli cinayətlərin faktlarına həsr olunmuşdur və onları həll etmək olan həsr olunmuşdur. Okay. İndi burada əsas məsələ nədən ibarətdir? Biz baxırıq cavablara. A variantı deyir ki, Fielding asked people to arrest the thieves. Fielding bəs insanlara xahiş edir ki, oğruları tutmağa kömək eləsinlər, onları həbs etməyə kömək eləsinlər. İndi biz buradakı ikinci cümlənin mənasına gəlib baxsaq, deyək ki, onlar daha çox araşdırmaya, fərqli cinayətlərin, belə deyək də, faktların tapılmasına, onların həll olunmasına həsr olunmuşdur. İnsanlar özlərini, burada demişsə özlərini həsr eləməzlər ki, yəqin ki, nələr həsr olunur. Artıq bunlar cansız bir şeylərdir. Baxıram bu cümlədə olan, cəmdə olan bir şey, çünki oradakı Z sözü, buradan thieves əvəz edə bilər, oğruları əvəz edə bilər. Oğrular cansız deyil, artıq onlar insan olduqları üçün biz bunu standart olaraq bura tətbiq edə bilmərik. Bir də bu tip suallarda belə bir trik var, o da nədir ki, bu cümlədən buradakı abzasların başqa bir abzasla bəhs edir. Artıq başqa bir abzası da olan cümlə, növbəti abzasda olan bir cümlə belə deyək də, fikrə artıq yön göstərə bilməz. Artıq varsa başqa bir abzasda o cümləni yazmağa ehtiyac yoxdur. B variantı deyir ki, Fielding also spread awareness about criminal problems throughout his writings. Bəs öz deyir yazılarıyla, öz dərc etdiyi belə deyək də məlumatlarla o belə deyək də kriminal problemlər var idi, hansı ki, onlar belə deyək haqqında məlumat yaydı. O fərqindəlik yaydı. İnsanlar artıq məlumatlandırdı ki, belə bir şeylər var. Burada his writings nədir? Cəmdə olan bir isimdir. Və biz his writings-i gətirib burada Z-in yerinə asanlıqla qoya bilərik. His writings were mainly dedicated to investigation, yəni onun deyir. Bəs writings-lə yazıları, dərc etdiyi məlumatlar investigation-a, yəni araşdırmaya, faktlara və bu həll olanlara həsr olunmuşdur. Aha, baxın, çox uyğun gələn bir cümlədir və biz B variantındakı cümlə yazandan sonra asanlıqla artıq digər cümləni ondan sonra gətirə bilərik və artıq həmin abzasdakı ikinci cümlə bu cümlə rahat şəkildə izah edilir. B variantı bizim doğru cavabımızdır. C variantında Londoners were robbed very often, so they avoided going out. Onlar daha belə deyək də çox oğurluq halları baş verirdi, ona görə də bayıra çıxmırdılar. Artıq biz bilirik ki, bu ikinci abzasda olan bir cümləni, onu sadəcə parafraze edib yazıb. Bu digər abzası artıq bir cümlə ola bilməz, başlanğıc ola bilməz. Both street runners had enough members to protect London streets.
İndi məsələ burada 2 dənə yenə əsas belə deyək də cəmdə olan isim var, members var. Canlı bir isimdir, amma orada bizə z cansız əvəz edir. Ona görə əhəmiyyətsizdir burada. London streets də, yəni küçələr özlərini dedicate edilməz, həsr edilməz ki, araşdırma. Bu da mənasızdır. Həm də ki, Bow Street Runners'dan həmin abzaslı ümumiyyətlə başqa yerdə toxunulmur. Yəni Bow Street Runners məsələsi harda idi? Baxsaq biz 4-cü abzasdayıq. Artıq 5-ci abzasda elə bir şey yoxdur. O 4-cü abzasında, yəni çalışın belə üsullarla da digər variantları çıxarın. The paid citizens were responsible for investigating crimes. Bəs deyir ki, o hansı ki ödənilən belə deyək, vətəndaşlar var idi. Onlar crime'ları, cinayətləri araşdırmalı idilər. Ondan məsuliyyət daşıyırdılar. Bu da başqa bir abzasın məğzidir. B variantı fikir verirsəniz, tamamilə fərqli bir fikirdir və biz hansı ki o abzasa cümləni başlaya bilərik. Şəxs əvəzlərinə diqqət edirsiniz. Çünki ikinci cümlədə olan şəxs əvəzi birinci cümlədə olan hansısa bir belə deyək, ismi və məfhumu əvəz edir və siz mütləq şəkildə həmin yol üzərindən çıxa bilərsiniz. Əlbəttə, bu 7-ci sualın başqa cür tipləri olur. Yəni, tiplər olaraq deyəndə yol olaraq fərqli yollar olur. Onda növbəti videolarda inşallah izah edərik. Yəni çalışın çox belə sual işləyin ki, bu sual tiplərini öyrənin və artıq çünki 7-ci sualın başqa bir yolu yoxdur, əlavə bir başqa bir fərqli yolu yoxdur. Siz bu yolu bilərək də bütün sualların cavabını tapa bilərsiniz və 7-ci sual onda deyim ki, o qədər çox belə çətin düşmür. Bu hələ biraz çətin formasıdır. 8-ci sual çox rahat suallardan biridir. Bu əvvəldə var idi, əvvəlki sistemdə də var idi. Standart şəkildə siz cümləni yazır olduğu kimi. Yenə də burada keywordumuz nədir? Metropolitan Police. Çünki Metropolitan Police bir yerdə işlənib. Və cümləni yazır və cümlənin biz ikinci tərəfini belə deyək də gətirməliyik. Cümləni tamamlamalıyıq. When the first Metropolitan Police was established, Metropolitan Polisi əsası qoyulanda, yarananda ilk olaraq gedib birinci Metropolitan Polisi tapaq görə hardadır? First Metropolitan Police was started with 6,000 officers. 3000 də zabitlə başlayıb. İndi də artıq da baxın cümlə burada bitdi və burada da fərqli bir cümlə yoxdur. Bu cümlə burada başlayıb, burada bitir. Bizə bunun arxası lazım. Arxası lazım ki, əlbəttə ki, bundan sonra gələn cümlələr həmin o cavablardan biri olasıdır. Abzas çox deyil, 2 cümlədir, yəni tam oxuyaq. Most of them worked on foot. Çoxu piyada işləyirdi, yəni ayaqla gedib gəlirdi, işləyirdi. But if you rode horse, bir neçəsi deyir ki, bəs atla işini, atla sürürdülər. Until, yəni hər hansı bir cinayəti falan gedib atla araşdırırdılar. Until 1920, all the police in London were men. 1920-ci ilə kimi bəs hamısı da kişidir. Polislərin ki, biz də bunu biraz öncə oxumuşduq. İndi baxaq ki, orada bu cümlələrdən biri varmı? Baxırıq avtomatik şəkildə. Peki, most police officers were working on foot. Əksəriyyəti nədən işləyirdi? Ayaqla işləyirdi. Baxın, indi burada nə izah edə bilər başqa cür? Y variantını başqa cürlə bizə verə bilərdi. Məsəl üçün, burada mostun yerinə gətirib all yaza bilərdi. All yazdı avtomatik səhvdir. Çünki hamısı işləmirdi. Hamısı ayaqla işləmirdi ki, at sürənlər də var idi, atla işləyənlər də var idi. Məsələn, A variantında deyir ki, the streets were safe enough to walk. Deyir ki, bəs küçələr deyir, gəzmək üçün, məsələn, istirahət etmək üçün, gəzintiyə çıxmaq üçün çox, belə deyək də, artıq təhlükəsiz idi. Əslində, çox məntiqlidir, biz bu cümlədən sonra bunu qura bilərik, amma orada olmayan şeyi siz məntiqlə yaza bilməlisiniz. Ümumiyyətlə, bu listening də qaydadır, reading də qaydadır. Heç vaxt məntiqlə getməyin, çünki nə varsa o düşür. Məsələn, IELTS-də bir struktur var, not given var, hansı ki, bəs elə cümlə yazır ki, cavablarda o verilməyib orada, amma sən məntiqlə fikirləşsən ki, bu düzdür, avtomatik səhv çıxır. Elə o not given verir, yəni not given verilmir. Şüala o çox çətin tipi testi, hələ ki, burada tətbiq olunmur. Yəni, çalışın məntiqlə getməyin. Nə varsa, onu da qeyd edin. Məntiqlə düz ola bilər, amma nə işləmişsə onu qeyd edin. Beverly London was as big as it was in 1700-ci ildə olduğu kimi deyir, bəs böyük idi. Əlaqəsi yoxdur. Police officers were quite well paid. Çox yaxşı maaş alırdılar. Əslində fikirləşə bilərsiniz ki, ala bilərlər maaş falan, amma yenə deyirəm ki, əslində baxın, London police are well paid. O cümlə olduğu kimi var, amma bizə həmin cümlənin arxası lazımdır. Ona görə də çalışın həmin sualın cavabını ilə həmin cümlələrin ondan sonra gələn bir-iki cümlədə axtarın standart şəkildə. Ola bilsin, lap bağlayıcı qoyub, bağlayıcıdan sonra gələn cümlə də izah eləsin, rahat şəkildə tapasınız. Əgər olmazsa, ondan sonra gələn 2 cümlədə maksimum izahını verməlidir. Gəlirik 9-cu suala.
8-ci variantı men and women starting working together as police officers. Kişilər və qadınlar bir yerdə işləyirdi. Yəni dediyimiz kimi bir əhəmiyyəti yoxdur. 9. 9-cu sual ümumiyyətlə ancaq söz bazasına fokuslanan bir sualdır. Çünki bu sualın bir standart bir yolu yoxdur. Yəni söz bazanız əgər yaxşıdırsa, bu sualı tapmaq çox rahatdır. Əlbəttə siz sualın dedicate sözünün mənasını onun ətrafında olan sözlərdən də tapa bilərsiniz. Amma bəzən elə olur ki, yəni ətrafında olan sözlər də sizə kömək etmir. Yəni ona görə də söz bazasının mütləq şəkildə vacibdir. Biz Telegram qruplarında hər gün sözlər paylaşırıq, izahını paylaşırıq, definition'ı paylaşırıq, ona aid nümunələri paylaşırıq. Hansı ki, əvvəl qəbula düşmüş sözlərdir və ya düşmə ehtimalı olan sözlərdir. Çalışın Telegram qrupuna yeni deyirəm, qoşulun, həmin sözlərdə yararlanın. Çünki ingilis dili artıq demək olar ki, söz bazası üzərində fokuslanır. Nə qədər çox söz bazanız olsa, demək olar ki, 5-0, 10-0 qabaqda başlayırsınız ingilis dili. Belə deyim, magistratura hazırlığına. What does the word dedicate mean? Dedicate sözü həsr etmək deməkdir. Fərqi yoxdur, sən vaxtını həsr edə bilərsən, sən pulunu həsr edə bilərsən, sən fərqi yoxdur, hər şey, diqqətini həsr edə bilərsən, hər şey. Deyək ki, devote söz var bir də bunun sinonim olaraq, devote. Devoted söz var, məsələn, vəfalı, dedicated söz var, devoted söz var. Bunlar loyal sözünün sinonimidir, vəfalı deməkdir. Yəni, vəfalı insan hər şeyini bir dənə insana və ya bir dənə şeyə, belə deyək də, işə falan həsr edir. Yəni, o sözdən gəlir. Həsr etməkdir. A variantı, to stop something unpleasant from happening. Nəsə, xoş olmayan bir şey baş verir, onu qarşısına alırsan. Yəqin ki, bu prevent ya da avoid ola bilər. Yəni, o söz əlaqəli yoxdur. Devote sözündən, dedicate sözündən. To give most of attention to something. Həmin sözün, əlbəttə ki, definition'dır və sən diqqətinin çoxunu nəyə verirsən, nəyəsə həsr edirsən. Əslində, burada da dedicated söz var idi. Bəs deyir ki, o jurnallar, yazılar nəyə dedicated olur, nəyə həsr olunurdu? Daha çox araşdırmaya, faktlara, bu faktlarla belə deyək, faktlarla cinayətləri həll etmə yollarına həsr olunurdu. Cavabımız olur. B variantı, C variantı, to take something from a person without permission, nəyəsə, kimdənsə qanunsuz olaraq, icazəsi olaraq götürmək əlaqəsi yoxdur. To make sure that somebody is not injured, bəs əmin olursan ki, heç kim yaralanmayıb. To form a group of people with a shared aim, eyni ortaq məqsədləri olan insanlardan bir qrup formalaşdırmaq, bunda əlaqəsi yoxdur. Sadəcə bu 9-cu sualda sizə bir trik öyrə bilərəm ki, məsəl üçün, elə variantlar olur ki, bu məsələn qəbulun birində elə idi. Məsələn, A variantında bir şey deyirdi, B variantının, məsələn, D variantının əksini deyirdi. Çox böyük ehtimal o variantlardan biri olur. Yəni, tam dəqiq bilmək lazım, çünki çaşdırır, bilmirsən tam olaraq hansıdır, yəni onlardan biri çıxır. Başqa, ancaq söz bazasıdır, burada fərqli bir yol göstərə bilmərik. 10-cu sual, əslində mətn olaraq ən çətin sual budur, çünki 10-cu sual elə bir tipli sualdır, artıq açıq tipli sualdır, yəni qapalı deyil və siz bir dənə variantı, yəni bir seçimi artıq da yaza bilərsiniz, əvvəl də yaza bilərsiniz. Məsələn, keçən il bu çox problem olmuşdu. Bu sualın cavabını bir dənə artıq yazan var idi, bir dənə eksik yazan var idi, fərqli yazan var idi. Çox tədbin artıq çaşdırıcıdır. Yenə də keyword yolundan gedib siz bu sualı rahat şəkildə edə bilərsiniz. Əsas məsələ burada sualların məğzini başa düşməkdir ki, sual sizdən nə istəyir? Burada da əlbəttə ki, sualın başlığınızda olan hansı ki, sual sözləri var, siz bunlara diqqət eləməlisiniz. Birinci sualdan gəlin başlayaq. Where did the name Wall Street Runners come from? Deyir ki, bəs Wall Street Runners hardan gəlir? Mənşəyi nədir? Necə yaranır bu söz? Əlbəttə bizim keywordümüz nədir? Wall Street Runners. Gedirəm Wall Street Runners olan yeri tapıram, yadınızdasa bir yerdə idi. Deyir ki, they were like police officers and were called Wall Street Runners. Wall Street Runners deyirlər onlara, adlandırırlar. Çünki they worked near Wall Street. Deyir ki, çünki onlar nə edirlər? Wall Street'ə yaxın işləyirdilər. Aha, deməli, Wall Street'ə yaxın işləyirlər deyə adı hardan gəlir? Və Wall Street küçəsində götürüblər. Deməli, həmin sualın cavabı var. Sualın cavabı var. 2. Why didn't the government reward system work? Ümumiyyətlə, why görən kimi həmişə çalışın yanınıza because düşsün. Çünki daha çox because-la izah edirlər. Ya da 2 plus V1 ilə izah edə bilərlər, ya da 4 plus V1 plus ING ilə izah edə bilərlər. Yəni, bu nə deməkdir? Məsəl üçün, mən bir cümlə yazacağım. Məsəl üçün, yazaq ki, deyirəm, I read a lot of
books to məsələn deyək comprehend. Məsələn deyirəm ki, mən çoxlu kitab oxuyuram. Niyə görə oxuyuram kitabları? Artıq baxın, why-ın cavabı buradadır. Baxın, why to comprehend the essence of science profoundly. Yəni elmin mahiyyətini, əsasını, məğzini daha dərindən başa düşmək üçün. Burada to-dan sonra və to plus V1-dən sonra gələn artıq bütün cümlə why-ın cavabıdır. Və ya for comprehending essence of the science profoundly belə deyə bilərsiniz. Düzdür, biraz informal çıxır, amma deyə bilərsiniz. Yəni why-ın cavabı adətən bunlardan sonra olur. Amma əsas əlbəttə ki, bizdə keywordumuz orada nədir? Because, yəni because-la yerdə demək olar ki, çoxu zaman cavab olur. Why didn't the government's reward system work? Bir də belə bir sistem yol var. Siz 10-cu suala baxan kimi mütləq şəkildə orada fe'lə diqqət edin. Çünki fe'lə gedib cavab tapasınız. Yəni bir sual vermək üçün cümlədə daha çox fe'lə ehtiyac duyulur. Yəni fe'lin cavabı varsa demək olar ki, sualı mətndə də həmin cavab tapa bilərsiniz və burada da inkar var. Yenə dediyim ki, inkarda diqqət edirsiniz. Deyir ki, niyə görə bu ölkənin bu reward sistemi, yəni təltif, o mükafat sistemi işləmədi? Bax, görək. Və burada keyword nədir? Əlbəttə ki, reward sistem. Görək, elə bir şey var mı orada keyword olaraq? Bir yerdə istifadə olunur əlbəttə ki. Aha, burada reward var. Və baxsaq, bu hissədə ancaq bir yerdə demək olar ki, rewarddan istifadə olunur, başqa bir yerdə yoxdur. Yəni, siz cümlədə elə bir söz tapmalısınız ki, mətndə o maksimum belə deyək də 2 yerdə istifadə olunsun ki, siz gedib həmin söz vasitəsilə gedib cümlədə həmin sualın cavabını tapa bilərsiniz. Niyə görə işləmirdi? Baxırıq. But the system didn't work. Baxın, sistem də var. Didn't work da var burada. Olduğu kimi work orada, burada da var, inkar da var, hər ikisi var. Cavab da because-dansa, çünki some people create the station which imitated real robberies in order to get rewards. Yəni, nəyə görə işləmir? Çünki bəzi insanlar güya özlərini oğru kimi aparırdılar ki, bəs güya tutdular, oğrunu tutdular, apardılar, pulu götürdülər özlərini, elə bir şeylər olurdu. Yəni, bu da hansı ki, sistemi işləmədi, çünki çoxu yalançılıqla olan bir şey oldu. Ona görə də həmin standart şəkildə cavab tapa bilərik. İkinci cavab var, why. Görürsünüz, because-dan sonra gələn bütün cümlə cavabıdır. How did the Henry Fielding Jones help people? Necə kömək edir insanlara? Əlbəttə, Henry Fielding Jones orada bir yerdə istifadə olunub. Bir də burada fe'lə diqqət edirsiniz. How, help var, kömək etmək var. Necə kömək edir? Baxaq gör necə kömək edir. Əlbəttə, mən Fielding tapmalıyam. Baxın, Jones söz var burada və əgər yadınızdadsa, bu cümlənin başlığı ilə başlayır, Fielding ilə başlayır, paragrafın başlığı. Nə qeyd edilir burada? Bəs deyir ki, insanlara to know, baxın, people to know more about bəs cinayətlər haqqında çox bilməyə kömək. Necə kömək edir? Onlara insanlar oxuyurdular, artıq məlumatlandırdılar və insanlar o cinayətlər haqqında daha çox belə deyək də məlumat bilirlər. Bu sualın cavabı var. Necə kömək edir? Sualın cavabı var. How much did the police riding horse in earn? How much əslində çox rahat sualdır. Çünki how much-ın standart şəkildə konkret cavabı demək olar ki, olur. Nə qədər pul qazanırlar? Orada deyir ki, yuxarıda. They were not paid well. Onlara deyir, çox they were not paid much idi. Səhv eləmirəmsə, çox pul verilmirdi deyə. They were not paid very much. Çox verilmirdi. Amma burada deyir ki, bəs amma demir, doğru. Məsələn, $500 verilmir. Demir ki, orada $100 verilir. Deyir ki, sadəcə çox verilmirdi. Standart puldan söhbət getmir orada. Ona görə də dördüncü cavab yoxdur. Why didn't the both students like their names? Niyə görə xoşlamadılar? Baxın, yenə burada like yadda saxlayırsınız. Bir də both students like faildi. Both students da bizim nəyimizdir? Keywordümüzdür. Deyir ki, they didn't like the name given to them. Deyir, onlara verilən adı xoşlamadılar. Why? Niyə xoşlamadılar? Nə üçün xoşlamadılar? Və buradan sonra gələn cümlə izah eləməlidir o. Yoxdur, because yoxdur. Hər hansı bir cümlə yoxdur ki, onu izah eləsin. Ona görə də həmin sualın cavabı yoxdur. Ona görə cavabımız olur nə? 1, 2 və 3. Mətnlərdə, belə deyək də, bəzi standart başqa yollar da var ki, hansı ki, bu mətnə görə dəyişir. Yəni deyirəm, mütləq şəkildə çox mətn işləmək lazımdır ki, artıq biləsiniz ki, sizi mətn necə adada bilər. Bu, şahmat oynamaq kimi bir şeydir. Yəni, nə qədər çox oynayandan sonra artıq bilirsiniz ki, qarşındakı rəqib səni hansı belə həmlələr eləyə bilər. Bu da eyni şeydir. Yəni, ona görə çalışın, boş vaxtınızda mütləq şəkildə çoxlu mətnlər eləyin. Tam olaraq
o sizi belə deyək də aldatma yollarını öyrənin, sizdən nələr istədiyini öyrənin. Söz bazınızı artdıqdan sonra artıq mətnlərdə elə çox probleminiz olmayasıdır. Ümid edirəm video sizin üçün yararlı oldu. Növbəti videolarda görüşənə qədər.